Bakın, indi sizə bu əlimdə görmüş olduğunuz bu qolbağı göstərəcəm. Bu formada, yəni əyilməyən teldən düzəlib. İndi necə düzəlmə qaydasını sizə göstərirəm. Burada deməli əsas prinsip nədir? Baxın, bir teldir sadəcə. Bir də bu istifadə edəcəyiniz muncuqlar. Mən tək bir növdən istifadə edəcəm. Bu düzüm kristaldır. Siz bura istədiyiniz zövqə uyğun yığa bilərsiniz. Mən nümunə olaraq sadəcə bundan istifadə edirəm. Bunda heç bir başqa bir material istifadə olunmur, kırçok filan. Sadəcə bu formada hazır tellərdir, belə satılır. Bunun bir tərəfini bu formada yumrulayırıq. Yəni buna səbəb odur ki, bu tökülməsin bu tərəfdən. Yəni siz buradan əlavə bir nəsə aksesuar da asıra bilərsiniz, aslansın. Sonra digər tərəfdən bu istifadə edəcəyiniz muncuqların hamısını taxırıq. Yəni dediyim kimi, siz zövqünüzə uyğun olaraq hərif filan da taxsanız, onu nizamlayırsınız, bu formada taxırsınız. Bunun ölçüsü də yəni çox da qalın deyil. Əksər muncuqlar buradan keçər. Kiçik pisellər belə buradan keçə bilərlər. Bunun dairə sayını da yəni istədiyiniz uzunluqda edə bilərsiniz. 2 dairə, 3 dairə. İndi mən bunun hamısını düzürəm burada. Sonunda nəticəni sizə göstərəcəm. Mənim düzəltdiyim simi biraz böyük götürmüşəm. Amma əlavə artıq qalanda yəni kəsmək olur. İstəsəz hətta bir dairədən də ibarət edə bilərsiniz. Bu formada hamısını düzəldikdən sonra hər birini arxaya doğru çeviririk. Tam sıxırıq ki, bax, boşluq qalmasın. Qalan hissəni də əvvəldən necə qatlamışdıqsa dairə şəklində. Buranı da həmin formada qatlayırıq. Baxın, buranı da həmin formada qatladı. Baxın, belə bir qolbaq. Bu formada yeni bir qolbaqdır. Baxın, indi sizə bunu göstərdim. Sadəcə bir dənə əyilməyən teldir, bir də kristal. Burada yəni dediyim kimi istədiyiniz zövqə uyğun bu formada qolbağı düzəldə bilərsiniz. Daha çox bu cür videolar üçün kanalımızı izləmədə qalın. Bildirimləri açın ki, bu cür videoları paylaşsaq ilk növbədə sizin qarşısına çıxıb izləyə biləsiniz. Təkcə qolbaq yox, bir çox düzələ biləcək əşyalar düzəldib sizə göstərir.